Fərid bəy, qanunvericiliyi öyrənərkən kvizlər necə təşkil olunmalıdır? Bir çox müəllimlər yeni başlayan tələbələrə bütün kvizlərə qoşulur. Məsələn, digər qrupla keçir, dil haqqında qanun, elektron imza. Yeni başlayanlar da deyirlər ki, kviz var, qatılın, işləyin və o tələbələr də qatılırlar, işləyirlər. Təbii ki, hamısı səhv olacaq. Bunun həmin mövzu barəsində bilgisi yoxdur. Yenə mən hər zaman tərəfdarıyam ki, tələbəni, namizədi birdən-birə yükləmək lazım deyil. Pillə-pillə kvizlər elə tələbə namizəd dərs keçdikcə 1-1, 2-2, 3-3 artırmaq lazımdır və onu da sizə deyim ki, kvizlərlə bağlı mənim hazırladığım xüsusi yeni bir kviz modeli var. Bu demək olar ki, mənim bildiyim qədər heç bir müəllim, təlimçi tərəfindən tətbiq edilməyib. Bu kviz modeli sizə kömək olacaq ki, Dövlət İmtahan Mərkəzinin qanunundan söz oyunu oynadığı yerlərdə sizə böyük bir köməklik göstərsin.